əziz tamaşaçılar, studiyamızda qonağımız var. Bugün biz əlbəttə ki, uşaqlar barədə danışdıq. Aylıq xərciniz nə qədər çıxır? Valideynlər var ki, doğrudan da aylıq gəlirinin nəzərə çarpacaq bir hissəsini övladlarına çalışırlar, əlbəttə bilik versinlər. Amma məsələn, elə valideynlər var ki, bugün deyir ki, uşaq nə qədər gedir, kursa gedir, repetitor yanına gedir, məktəbə gedir, uşağın başında qalmır məlumat. Yaddaşsızdır, qavraya bilmir və s. Bu da bir siqnaldır. Eləmi Röyana xanım? Röyana xanım, dostlar, sevimli. Mən açığım deyim ki, doğrudan da mənim övladımın da sevimli bir həkimidir. Kəpəz Hospitalın Nevrologiya şöbəsinin rəhbəridir. Röyana Quluzadə. Xoş gördük sizi. Röyana xanım, bugün bu sahədə zənnimcə daha nəzərə çarpacaq artıq bir vəziyyət var. Çətinlik var ki, uşaqlar baxırsan ki, oxumaq çətinlik çəkir. Hər kəs eyni deyil. Hiperaktivliyi var. Bundan başqa qavramağı çətindir və s. Mən istərdim bu haqda biz bugün danışaq, çünki qabarıq şəkildə özünü artıq cəmiyyətdə göstərir bu. Bəli. Heç təsadüfi deyil bu mövzunu seçməyimiz, bunu müzakirəyə çıxartmağımız. Çünki mən də müayinələrimdə çox böyük bir qism uşaqlarda, yəni qəbulda olan uşaqların böyük bir qismində məhz bu problemləri görürəm, öyrənmə çətinliklərini görürəm və öyrənmə çətinliklərini, belə deyək, qısaca bir kobudca desək, iki qrupa bölmək lazımdır. Bir zəkası geri olan uşağın öyrənmə çətinliyi ola bilər. Bir də zəka problemi olmayan uşağın öyrənmə çətinliyi ola bilər. Zəkası geri olan uşağın öyrənmə problemi bu zaten normaldır. Bu uşaqda müəyyən bir problemlər var. Amma zəkası geri olmayan, normal akademik öyrənmə mühitində olan uşaqlarda da öyrənmə çətinliyi olur və bu əsas problemdir. Nəyə görə? Valideyn də işləyir, müəllim də işləyir. Sonra ayrıca hazırlıqlar da olur. Amma uşaq yenə də hər hansı bir işlərdə çətinlik çəkir. Buna səbəb olan nə ola bilər? Ən böyük səbəblərdən biri diqqət çatışmazlığıdır. Diqqətsizlik bu uşaqların öyrənməsinə ən böyük maneələrdən biri. Diqqətsizlik olduğuna görə uşağın marağı da olmur, həvəsi də olmur. Çünki fokuslana bilmir. Fokuslana bilmirsə o dərs ona maraqlı gəlmir və nəticədə ümumiyyətlə uşaq dərsdən də soyuyur, dərsə də heç maraq göstərmir. İkinci problem hiperaktivlikdir. Yəni otura bilmir. Dərsin üstündə otursa öyrənər. Otura bilmir. Hövsələsi çatmır. Bu problemi evdə də yaşayır, məktəbdə də yaşayır. Müəllimdən şikayət gəlir. Uşaq oturmur, yerindən durur, dərsi yayındırır, uşaqlarla danışır. Sanki uşaq bir yerdə oturub sakit qala bilmir. Bu çətinliklər olur. Evdə də eyni problemləri görürük. Digər bir məsələ isə spesifik öyrənmə çətinliyidir. Yəni, uşaq tutaq ki, hər bir şey qaydasındadır, amma oxuma çətinliyi var. Digər uşaqlar artıq hərflərin hamısını öyrəndi, bitirdi. Bu uşaq hələ hərfləri əzbərləyə bilmir. Üzündən oxuma çətinliyi, hecalanma çətinliyi var. Sonacan oxumur sözləri, cümləni sonacan oxuya bilmir. Bax, bu kimi disleksiya adlandırdığımız oxuma çətinlikləri ola bilər uşaqlarda. Və yaxud da ki, yazma çətinliyi, disqrafiya ola bilər. Hüsn xətti çox pisdir, hərfləri çox kobud yazır, düzgün düzə bilmir və yaxud da ki, hərfləri güzgü əksini yazır, qarışdırır, rəqəmləri və hərfləri əks yaza bilir uşaqlar. Bax, bu yazı çətinliyi olan bir spesifik öyrənmə çətinliklərdir. Bəzi uşaqlarda da daha az qrupunda isə diskalkuli ola bilər. Uşaq əzbərləyir, gözəl, danışır, gözəl, amma riyazi qabiliyyəti çox çətindir uşağın. Yəni, hesab eləyə bilmir, hesabı götürə bilmir. Çatır 3-cü, 4-cü sinif, yenə barmaqlarla hesablayır, o barmaqlarda da şifahi hesabda ümumiyyətlə hesab qabiliyyəti çətindir. Bu da diskalkuliya adlanır. Yəni, bir neçə növü var Röyana xanım. Bəli, bir neçə öyrənmənin spesifik çətinliyi var. Valideynlər var, mən üzr istəyirəm, Mehman. Bax, indi mən, çünki sadaladığınız mən özüm valideyn də olaraq görürəm. Və Röyana xanım, bir çox valideyn var, ana var ki, düşünür ki, uşağıma amiyə qoyucalı verəcəm, vitamin alıb keçəcəm, beyni inkişaf eləyəcək, düzələcək. Bu vitaminlərlə aradan qaldırılan mı problemdir? Mən onu qeyd elədim axı ki, bu uşaqların zəka problemi yoxdur. Zəka problemi olmayıb da spesifik çətinliyi olan uşaqlar ayrı qrupdur. Və elm bunu araşdırıb. Yəni, bu uşaqlarda niyə görə xüsusi bir sahələrdə çətinliklər yaşayırlar? Sən demə, bu uşaqların beynində bir biolojik funksional pozuntular var. Yəni, belə deyək, fərqliliklər var. Normalda bilirik ki, beynimizin sağ-sol yarım kürəsi var və sağ əli aktiv olan uşaqlar, ümumiyyətlə insanlarda sol yarım kürə dominant olur və beynində bizim belə bacarıqlarımızın yerləri var, bir xəritələnmə var. Bu uşaqlarda, məsələn, disleksiya olan uşaqlarda bilirik ki, beynin, məsələn, alın payında, prefrontal korteksdə beynin digər nahiyələri ilə əlaqələr zəifdir. Məsələn, uşaq hərfi görür.
görür, onu göz yaddaşı götürür, oksipital pay aktivləşir, ənsə payımız aktivləşdi, informasiyanı aldıq. Amma o informasiya nədir, gördüyümüz hərf nə idi? Onu analiz eləmək üçün və yaddaşa salmaq üçün oradan əlaqə getməlidir prefrontal korteksə. Prefrontal korteks sanki bir dirijordur. Yəni, hər şeyi yerinə qoyan bir mərkəzdir. Və o mərkəzlər arasında əlaqələr zəif işləyirsə bu uşaqlarda ki, bu anadan gəlmə bir sorun ola bilər və yaxud da ki, hamiləlik dövrünün bir problemləri ilə bağlı ola bilər və nəticədə uşaq gördüyünü analiz eləyə bilmir. Yadında və dərin yaddaşa sala bilmir. Bugün öyrəndi, sabah elə bir uşaqdan təzədən sıfırdan başladıq. Yəni, bu cür nə çətinliklər. Demək ki, beynin quruluşunda bir fərqliliklər var. Amma sevindirici xəbər ondan ibarətdir ki, bu problemləri müəyyən qədər düzəliş etmək mümkündür. Nəyə görə? Çünki artıq müasir tibbdə dərmanlı, hətta dərmansız üsullar da var ki, uşaqların bu spesifik bacarıqlarını düzəldək. Amma bu bir komanda işidir, bu bir multidisiplinar bir işdir. Yəni, uşaqla müəllim məşğul olur, amma nə olsun, beynimizin yenə də o payları zəif işləyir. O paylara da təsir eləmək lazımdır. Demək ki, həkim ya dərmanla, ya müxtəlif aparat üsulları ilə beynimizin o hissəsini aktivləşdirərək müəllimə də kömək eləyə bilərik ki... Yəni, bu müayinələrdən sonra bilinir, əlbəttə ki, müayinələrlə və müayinələr kompleks olmalıdır. Birincisi, aydınlaşdırmalıyıq. Bu çətinliyi olan uşağın zəkasında problem var, yoxsa yoxdur. Bəzən buna aid etmək çox çətin olur. Yəni, müəllim də çaşır və müəllim çox vaxtı bu uşaqları dışlayır. Bütün müəllimlərə aid eləmirəm. Yəni, o uşaqları keçirdir arxaya. Ancaq oxuyan uşaqlarla işləyir. Bax, əsas problemlərdən də biri budur ki, o uşaq qalır kənarda artıq. Yəni, valideyn harada şübhələnməlidir və belə deyək də fikirləşmək ki, bu uşaqda diqqət problemi var, diqqətsizlik var və ondan artıq müraciət eləməli. Çünki bunu valideyn simptomlarını tutmalıdır haradasa. Baxın, bizdə belə bir cəmiyyətimizdə fikir var ki, biz çox səbirlə gözləyənik. Düzələcək, özü düzələcək. Özü düzələcək bizi həmişə çətinliyə aparan yollardan biridir. Çünki biz bunları gündəlik rastlaşırıq. Uşaq gəlib 5-ci sinifə çatıb, indi yaxınlaşıblar həkimə ki, doktor, bu uşaq riyaziyyatı götürmədi ki, götürmədi. Niyə görə? Bu uşaq şeiri gözəl əzbərləyirsə, bu uşaq kompüterdən gözəl başı çıxırsa, bu uşağın davranışı normaldırsa, bu uşaq niyə riyaziyyatdan 2 üstə gəlir, 2-ni hesablaya bilməsin? Demək ki, bunun bir xüsusi çətinliyi var da və bunu gözləyərək, heç nə eləməyərək keçməyəcək. Bunun üzərində işləmək lazımdır və üsullarını tapmaq lazımdır. Valideyn bunu görür. İndi müasir dövrdə ümumiyyətlə sadəcə ciddi qəbul etmir və belə deyək, gözləmə mövqeyi tutur, amma gözləmə mövqeyi səhv bir mövqeyidir. Uşağa kömək lazımdır. Kömək o demək deyir ki, dərhal dərmanlarla kömək etmək lazımdır. Əlbəttə, müəllimlə danışmaq, psixoloqla danışmaq, həkimlə danışmaq, üsulları tapmaq, yollarını tapmaq. Çünki bəzən erkən mərhələdə başlayanda sadəcə məsləhətlərlə belə, düzgün uşağı belə deyək də, yol ayırmaqla, düzgün rejim qoymaqla belə bu problemləri həll etmək mümkündür. Çətin hallarda isə bunun özünün də digər bir yolları var ki, tapmaq olur. Rüyana xanım, siz hər gün nə qədər uşaqla çalışırsınız, sizin komandanız, yəni nəticələri də şükür Allaha, yəni bilinir, görünür bu, yəni faktor. Əsas məsələ, bax, bugün valideyn əlbəttə ki, məsuliyyətsiz eləyəcək, bugün sabah olacaq, sabah uşaq artıq böyüyür, yeniyetməlik dövrünə çatır. Bu, onun həmin o qan qaynayan vaxtında hansı nəticələrə gətirib çıxara bilər? Bəli, xüsusilə hiperaktivlik sindromu, impulsivlikdən əziyyət çəkən uşaqlar var ki, bunların da öyrənmə çətinlikləri var. Çünki oturmurlar dərsin üzərində. Bax, bu uşaqların ümumiyyətlə dürtü kontrol pozuntuları adlandırdığımız nevroloji pozuntular, davranış pozuntuları, tiklərə meyilliyi, impulsiv davranışları, sonra müəyyən pis vərdişlərə meyillikləri çoxdur və ədəbiyyat da belə yazır ki, o uşaqlar ki, hiperaktivlik və diqqətsizlik sindromu ilə əziyyət çəkirlər, o uşaqlar oyunlara meyillidirlər. Nəyə görə? Çünki o uşaqların beynində problem var. Sadəcə elə belə yox. Nə? Çünki o uşaqların beynində dopamin dediyimiz, bizə belə deyək də, həzz verən, motivasiya həzzi verən ki, mən nəyəsə əldə elədim. Bax, o maddə, dopamin maddəsi azdır və o uşaq özünü həzz gətirmək üçün fərqli üsullardan istifadə edir. Müəllim onu tərifləmir, çünki nadincdir.
Valideyn evdə danlayır, tərifləmir, çünki nadiclik eləyir. Adi şeylərə sevinmir. Bəs uşaq o dopaminini hardan alsın? Uşaq dopaminini kompüter oyunundan alır. Bir səviyyə keçdi. Özdə, Rüyana xanım. Təəssüf ki, çoxsu da aqressiv Bəli, oyunlardır. Bir səviyyə keçdi, enerji gəlir ona. Mən bu səviyyəni keçdim. Yəni enerjisini və potensialını çox səhv bir yerə qoyur. Halbuki uşağı düzgün yönləndirsək, valideynlə işləsək, başa salsaq ki, düzgün yolda bu uşaqlara kömək etmək mümkündür və nə qədər valideyn tez və vaxtında müraciət etdirsə, o qədər dərslərdə olan o qırıq məsafə ki var ki, uşaq çatır 4-cü, 5-ci sinifə dərslər çətinləşir. Onu geri almaq çox çətin olur. Valideynlərə yenə də məsləhətim odur ki, 1-ci sinifdən izləsinlər. Hətta hazırlıqdan izləsinlər. Uşağınız çətinliklər çəkirsə, adaptasiya dövrü 6 aydır. 6 aydan sonra uşaq artıq mühitə öyrəşməlidir və artıq götürməyə başlayır. Siz görürsünüzsə ki, diqqətdir, hiperaktivlikdir, hərəkətlilikdir və yaxud da ki, müəyyən bir şeyləri uşaq ümumiyyətlə dərk eləyə bilmir sanki. Bu zaman mütəxəssis və biz də mütəxəssis kimi ilk növbədə uşaq nevroloqları mütəxəssis kimi ayırd eləməliyik. Zəka problemi var, yoxdur. Bunun üçün xüsusi aparatlar istifadə eləyirik, elektroensefalogramma, beyninin ritmlərinin sayına baxırıq. Daha ondan sonra isə artıq dəqiqləşdirəndən sonra diaqnozu nədir, problemi nədir, ona uyğun da müasir müalicələr tətbiq edilir. Rüyana xanımın da telefon nömrələrini əziz tamaşaçılar görürsünüz. Kəpəz Hospital, Cəlil Məmmədquluzadə, 101A Tibb Universitetinin yaxınlığındadır elə. Belə telefonlar 051 337 71 73 və 055-dən 990 00 88. Təşəkkür edirik Rüyana xanım studiyamıza gəldiyiniz üçün. Kəpəz Hospitalın nevrologiya şöbəsinin rəhbəri Rüyana Quluzadə studiyamızda qonaqdır. Bizdən bugünlük bu qədər və bəzən problem olarkən həll eləmək lazımdır ki, sonradan o böyük bir dərdə çevrilməsin. Vaxtında addım atmaq lazımdır. Uşaqları qoruyun, valideynləri unutmayın və xoş istirahətlər. Hələlik dostlar, biganəlik də bir xəstəlikdir. Ona görə biganəlikdən birinci sağalmaq, daha sonra digər xəstəlikləri də sağalmaq mümkündür. Birinci gün qaydacaq, özünüzdən müğayət olun, diqqətli olun. Nə qədər ki vaxt var, ömürdə çıraqlar sönmədən gözləyir uzaqda səni görünənlər. Çətin deyil gülmək, gördüyün hər ağrıya təbəssüm və keç. Sənin deyil fərz et ki o Çətin